Təsəvvür et ki, sənə sement verirlər. Ged özünə ev tik, sən də gedib o sementlə özünə qapı tikirsən. Laosda tam buna bənzər bir hadisə baş veribdi. 1960-cı ildə Amerika Laosa deyir ki, hə, yazırsınız da bala, mən sizə sement verim, gedin özünüzə hava limanı tikin. Laoslular da razı olurlar, o sementi Amerikadan götürürlər və o sementlə hava limanı yox. Bu gördüyünüz Patuxayni, yəni qələbə qapısı mənasına gələn bu Patuxayni tikirlər. Bu Patuxayni'də ilham mənbəyi nədir? Təbii ki, Parisdəki o Zəfər tağı, yəni Arc de Triomphe, ondan ilham alınaraq tikilmiş bir yerdir bu Patuxayni. Amerika deyir ki, qadam, mən o sementi elə-belə vermədim. Məsələn, dedim ki, ya da hava limanı tik, amma burada Patuxayni ən üst nöqtəsidir. Patuxayni alt hissəsi bütövlükdə Parisdəki Zəfər tağından ilham alınaraq tikilibdir. Çünki Laos bir Fransa müstəmləkəsidir və Fransanın burada inanılmaz təsiri var, inanılmaz. Baxmayaraq ki, Laos sosialist bir ölkədir. Dediyim kimi, Amerika sement verir ki, gedin özünüzə bala hava limanı tikin. Laoslar da götürdülər o sementlə, bu gördüyünüz Patuxayni tikirlər. Bura Laosun paytaxtı Vientiane şəhəridir.